Bura Hövsan qəsəbəsinin mərkəzi A+ marketin yanıdır. Bəli, əziz müştərilərimiz, neçə vaxtda hamı mərkəz deyirdi. Gəldim sizə əsl mərkəzi göstərməyə və əsl qiymət şokudur da burada. 3 sot torpağımız var, gördüyünüz kimi. İçində köhnə tikilisi də var. Bu indi söküləcək yağın köşəyə dair. Çox köhnə bir tikilidir. Bax, orada söküləcək, yol oradan veriləcək. Mərkəzdən 50 metr arası var. A+ marketi videonun əvvəlində gördünüz. Məscid də burada yaxınlıqdadır. Tam mərkəz deyilən ərazi Hövsanda, qəsəbədə. Bax, buradır. Burada torpağın sotu yəqin ki, bir çoxunuza məlumdur. Buranın köhnə sənədi var. Onu qeyd edeyim, 76-cı ilin, 77-ci ilin köhnə sənədi var. İndi real müştəri kim gəlsə, göstərəcəm o sənədləri də ona. Ümumilikdə 20 sot torpaq olub. Bir dənə o ağacın gövdəsinin kötüyünü göstər, zəhmət olmasa yaxınlaşdır Xeybər. Görsünlər neçə yaşı var bu ağacın. Ağacdan anlayışı olanlar bir dənə onun yaşını da yazar, zəhmət olmasa rəylərə. Yəni həqiqətən köhnə həyətdir, göstərirəm sizə biləsiniz. Bu evlərin hamısı eyni adamın olub. Sadəcə satıbları vaxtı ikən indi özəlləşdirə bilməyiblər. Onu demək istəyirəm ki, xülasə, yəni onu demək istəyirəm ki, sizə kim özəlləşdirə bilirsə, hüquqşünas, vəkil dostları, yaxınları varsa, məhkəmə yolu ilə buranı rahatlıqla özəlləşdirmək olur. Yüngülvari deyil, pul verirsən, həll eləyirsən məsələni. Sadəcə, yəni bu adamların imkanı yoxdur. Təcili buranı 28.000 manata deyirlər. Real müştərilər gəlib yerində yenə də danışa bilər indi şirinlik üçün. Əlim yanında satılan bir şey deyil. İndi nə qədər oturub balta ilə gəlməsəz yaxşı olar. Yəni çünki real qiymətdir, real qiymətdən hətta aşağı qoyulub. Yəni düz mərkəzdir də, yəni Hövsan kənd qiymətinə qoyulub bura. 3 sot torpağımızdır, 28.000 manata təklif olunur. Yəni tərəflər arasında müqavilə ilə satılır hal-hazırda. O əlində olan köhnə sənədləri də alan adama verə bilər ki, gedib özəlləşdirsin. Sadəcə bir dənə özünün kupçasını, yəni ayırıb özünə vermək şərti ilə öz həyətindən satır, evi də göstər, zəhmət olmasa Xeybər. Yenə də görsünlər öz həyətindən 3 sot özü üçün saxladığı torpağı satır bu insan. Təcili pula ehtiyacı var, borcu var deyənə satır. Allah heç kim bu müşkilə salmasın. İndi salıbsa da bu müşkildən çıxartmağı inşallah bu yolla özünə seçib. Əlaqə nömrəmiz səhifənin başlığında var. İnşallah buyurub zəng eləyə bilərsiniz. Gəlib yaxından da sizə göstərə bilərik. Mərkəzi asfaltdan 50 metr, uzağı 100 metr arası var. Buyurun gəlin, bu gözəl torpağımız sizin olsun. Özünüzə yaxşı baxın. Hələlik.